Əziz tamaşaçılarımızın verilişimizin sponsoru Ersaq şirkətidir. Gəlin bu şirkətə aid olan bir tədbirdən gözəl görüntüləri sizinlə bərabər izləyək. Bugün həqiqətən də bizim üçün qürur verici və sevincli bir gündür. Çünki biz artıq 8 ildir Azərbaycanımızda rəsmi fəaliyyət göstəririk. Ümumi ersağımızın isə artıq 20 ili tamam olur. Bizim 20 illik yubileyimizdir və bu günləri bu tədbir də 20 illik yubileyimiz üçün təşkil olunubdur. Biz burada uğurlarımızı qeyd edirik. Ersaq şirkəti bu günləri adının da mənasından məlum olduğu kimi Ersaq, yəni erkən sağlamlıq. Bu günləri biz xalqımıza, millətimizə ürəklə, güvənlə sağlıq elçiləri veririk özümüzə, sağlıq təbliğatını edirik. Çünki bizim şirkətimizə üzv olmaqla siz ailənizin, uşaqlarınızın, sevdiklərinizin bu günləri günümüzün bəlası olan kimyasallardan uzaq tutmaqla, bu günləri hər birimizin havası kimi lazım olan qida əlavələrini düzgün şəkildə, düzgün istehsalla, keyfiyyətli istehsalla alıb xaricdən ala bilmədiyimiz vitamin mineralları bərpa etmək üçün və bununla yanaşı bu günlər hər birimizin evdə hər gün təmasda olduğumuz kimyasal məhsullardan uzaq tutaraq, bununla yanaşı dermatoloji məhsullarımızla təmin etməklə yanaşı biz insanlığımıza büdcələrinə qənaət edərək burada biznes qurmağı təklif edirik. Əfruz İbrahimli, Şaxta Büro müdürüm. Təhsilli olsam da bu günə qədər heç çalışmadım. Halbuki medalla məktəb bitirmişdim, fərqləmə diplomu ilə təhsil almışdım. Düşünün ki, burada ilk aydan yüksək maaş alaraq işə başlaya bildim və istəyərəm ki, bütün xalqımızın bugün işə ehtiyacı olan xanımları bizimlə bərabər çalışaraq bizim kimi öz işlərinin sahibi olsunlar. Sevincli günümüzdür, fəxr edirəm, qürur duyuram həm özümlə, həm bütün komandamla. Ev xanımı ikən bu biznesə atıldım, bu biznesin sayəsində çox böyük uğurlarım, nailiyyətlərim oldu. Buna görə mən Ersaq firmasına həqiqətən səmimi qəlbdən həm təşəkkür edirəm, buradan başqanımız Bəkir bəyə də dərin təşəkkürlüyümü bildirirəm ki, belə rahat biznes planı olan sözdə deyil, özdə bitkisel olan məhsullar və doğru qazanc sistemi ilə insanların haqqına girməyən, insanları aldatmayan gözəl bir qazanc sistemi qurub, onun sayəsində mən 8 ildir bu bizneslə məşğulam, heç bir istiqamət dəyişdirmədən və burada da hər zaman davam etməyi düşünürəm. Davam edirik əziz tamaşaçılarımız. Doğrudan da son zamanlar çıxış yolu olaraq bizi bir çox tədbirlərə dəvət edirlər və bu tədbirlərdə doğrudan da çox gözəl insanlarla tanış oluruq. Bu tədbirdə də çox gözəl xanımlarla tanış olduq və bu xanımların böyük əksəriyyəti Azərbaycanımızın müxtəlif rayonlarından üst tutmuşdular bu gözəl tədbirdə iştirak etmək üçün. Tədbirin həm rəsmi hissəsi, eyni zamanda bir incəsənət ustalarından ibarət olan bir konsert hissəsi də var idi və o konsert hissəsində Respublikamızın xalq artistləri, bizim dəyərli, sevimli sənətkarlarımız Gülyaz xanım və Gülyanaq xanım iştirak edirdilər. Möhtəşəm bir mahnı ifa etdilər orada. Bu mahnı Turan yolu adlanırdı və bu mahnının da müəllifi yenə ilə çıxış yolunun ekspertlərindən olan bizim dəyərli vətənpərvər şairəmiz, deməli Nəsibə xanım İsrafil qızı idi. Həm mahnının sözləri, həm də musiqisi Nəsibə xanıma aid idi. Sanki mahnının bir təqdimat mərasimini keçirdilər. Təbii ki, mahnı yeni bir mahnıdır. Möhtəşəm bir tədbir keçdi və bu tədbirdə iştirak edən xanımlarla doğrudan da biz qürur duyduq. Doğrudan da öz ayaqları üzərində durmağı bacaran, uğura doğru gedən, heç kəsə paxıllıq etməyən və yaxşılarla rəqabət aparıb daha yaxşı işlərə imza atan xanımlarla tanış olduq. O xanımlarla qürur duymağa dəyər. Çünki bir xanım əgər özünə inanacaqsa, bir xanım bir iş adamı olacaqsa, özünə inamlı olaraq hərəkətlər edəcəksə, hətta sıfırdan başlayıb böyük bir şirkətə sahib olacaqsa, demək ki, o xalqına və dövlətinə yararlı bir insandır. Həm də o ailəsinə bir maddi dəstəkdir. Mən belə xanımların hər birinə uğur arzulayıram. Şansınız bol
bol olsun, müvəffəqiyyət hər zaman sizin yanınızda olsun. Biz də təbii ki, sizin uğurlarınıza baxaq, sevinək.